İmam Musa Kazımın qızları evdə neçəsində bir paltarı var idi, namaz paltarı. Ki biri qılırdı, sonra onu bayrada çıxa bilmirdilər. Bir paltar bir ailəyə qarət edirdilər, təzyiq, təqib, çox zülmlər o dövrdə Əhl-i Beytə qarşı olub və həmin dövrdə onlar hicrət edib gəliblər. Məsələn, Bakıda Bibi Heybət ziyarətgahı var ki, çox mötəbər ziyarətgahdır. Və başqa imamzadələr ki, İmam Musa ibn Cəfər əleyhissalamın qızlarıdır. Rəhmə xanımın ziyarətgahı var Nardaranda, Bilgəhdə xanım Leyla. Fikir verin ki, Azərbaycanın da dəyəri bundadır ki, o zaman bu ərazilərə köç eləyirlər və pənah gətirirlər və Azərbaycan qucaq açır Əhl-i Beytə. Və ona görə də bura Əhl-i Beyt diyarı olub tarixən və bugün çox dəridən qabıqdan çıxır bəzi o radikal cərəyanlar ki, bu dəyərdən bizi ayırsınlar. Fikir verir ki, ziyarət əleyhinə filan. Bunlar hamısı inanın böyük mədəniyyətdən xalqı ayırmaq üçündür. Nə adla desələr də, şirk adı qoysalar filan, bu mən həmişə demişəm, bunu bir mənalı olaraq bilin ki, bu əhl-i sünnətin mövqeyi deyil. Bunu bir mənalı bilin. Çünki hər iki məzhəb övliyaların qəbrinə sayğı ilə yanaşmağı tövsiyə eləyir və Əhl-i Beytin bura pənah gətirməsi, o qəbirlərin burada olması bizim xalqımızın da tarixində müstəsna rol olan hadisələrdir. Həm də bizim tarixi keçmişimizi bizə tanıtdırır, bizim necə fəzilətli bir xalq olduğumuzu. Göz vətənlərində yeri dar elədilər onlar bura pənah gətirə bildilər. Ona görə də bu ziyarətgahları həmişə çalışaq boş qoymayaq, çünki bunlar bizim mənəvi sərmayəmizdir. Bu övladlar içində İmam Musa ibn Cəfərin qızı Fatimə Məsumə də var idi ki, o başqalarından seçilirdi. Hamısından daha fəzilətli sayılırdı. İş belə yerə çatırdı ki, gəlmişdilər uzaq yerdən İmam Musa Kazım əleyhissalama suallar ünvanlamağa, məktublar. Deyir, İmam Musa ibn Cəfər evdə yox idi. Xanım Məsumə 9-10 yaşı var idi. 8-10 yaşı. Dedi ki, məktubları mənə verin. Bütün məktublarda olan sualları cavablandırdı. Səhər götürdülər. Gedəndə yolda İmam Musa Kazım gördülər. Dedilər, biz sizi görə bilmədik, qızınız cavab verdi. Dedi, verin baxın. Baxdı, oxudu, dedi, fədaha əbuha, atası ona fəda olsun, atası ona qurban olsun ki, necə dəqiqliklə bütün sualları cavablandırıb. Elm və mərifət çeşməsidir Həzrəti Məsumə salamullah aleyhə və onun da hicrəti Mədinədən Quma gəlib çıxması bizim ərazilərdə, yəni bura bizə yaxın ərazilərdə, oralar da elə. Özü də bir hikmət əsasındaydı. Bəzi mənbələrdə var ki, bəziləri onu qəbul eləmir, amma var belə ki, İmam Rıza ona məktub yazıb ki, gəl. Və onun gəlməyi bir hicrət idi. O elə yollarla gəlir ki, Əhl-i Beyt tərəfdarları yaşayan, İmam Rıza'ya imkan verməmişlər. İmam Rıza'nı elə yoldan aparmışdılar ki,